Я вас всех приветствую. Зовут меня Эльнур. Учитывая то, что я на предыдущем форуме выступал на русском, оказалось, что из приглашенных все знают азербайджанский. Я поэтому на этом форуме, и учитывая то, что сегодня я тоже пригласил азербайджаноязычных, поэтому с вашего разрешения я продолжу на азербайджанском. Надеюсь, все на азербайджанском здесь наша понимает. Есть ли понимающие? Нет. Ama değil yalan yüzüler güzel. Herkese peş sağlamıram, hoş geldiniz. Önce bir anket gibi istəyərik soruşum. Rəhbər şəxslər bu auditoriyada neçə nəfər var? Qərar verən rəhbər şəxslər 30% deyil. Diğerlerini mən belə başlayım. Menajerlərdir veya franşizaya maraqlı olub Можно там тихо, уважаемые, еще тише. Özüm haqqında məlumat verəcəm. Xaricdə təhsil alandan sonra dövlət idarəçiliyi və Türkiyədəki biz və doktorantura təhsilandan sonra Almanya'da idarəetmə təhsil almışam və Azərbaycanda Türkiyədə müəyyən layihələr müəllifi, icraçısı olmuşam layihələr arasında. Franchise, marketing, top, bankçılıq, en son layihəm ABB üçün sahibkarlar klubumuz oldu ki, sahibkarlar platformasını biz hazırlamışıq. Yəni, burada niyə mən təsadüfi soruşmadım ki, qərar verən adamlar nə qədərdir? Yəni, belə başa düşürük, 30 nəfər öz şirkətinin qərar verənləridir. Yəni, ümumiyyətlə, hər kəs, burada baxıram, artıq brendləşmiş can lokumların sahibi də buradadır. Yəni, hamımız o brendləri dadmışıq. Və ciddi qərarlarla ciddi bəlli bir yol qət edənlər var. Yəni, hamımız sizi də artıq biraz təkrar kimi olacaq ki, bir işin doğru işlə görülməsi var. Bu, təbii ki, sahibkarın stratejik mənada verdiği qərarlardır. Yəni, doğru işlərin görülməsi. Bir də işlərin doğru görülməsi var. Yəni, bunlar biz əməliyyatların doğru icrasını bilirik. Yəni, hansı işləri necə görülməsi ilə bağlı məsələdir. Bu komponentlər bir araya gələndə biz buna deyirik dayanıqlı biznes, dayanıqlı gəlirli biznes və bu da ümumiyyətlə franchisingin bir olmazsa olmazlardır. Yəni, bizə çox müraciətlər olunur ki, biz franchising olmazdır. Amma baxanda son, misal üçün, 2 ildə ancaq ziyandır. Yəni, buna nə deyirik? Batmış gəmiyə heç kim investisiya qoymaz. Buna görə adətən McDonald's qısa zamanda niyə belə də baxana hamımız bilirik ki, zərərli fəsədlərdir və sağlıq və s. riskləri var. Amma dünyada stabil ölçülər, stabil hədəflərini çata bilir. Amma nəyə görə? Sistemin və gəlirliyin sayəsində. Və onu da yəni ki, qısa bir məlumatı bilirsiniz ki, Makroetik qardaşlarını bu həvəs salan Roy Krekel. Yəni, onu franchising halına gətirən və bu tempdən böyüdən Roy Krekel. Mənim belə şəxsi olaraq sadəcə hamımız maşallah belə bir məlumatlar internetdə də çoxdur və hər məlumat rast gəlmək açıq əl çatandır deyə. Mən burada sadəcə biraz öz təcrübəmə istinamən bəzi fikirlərini, təcrübəmə görüşəcəm. Bunda biraz vaxt məhdudiyyətimiz yoxdur, mən belə başa düşdüm. Və qarşılıqlı diyaloglar edir və çox istəyərdim ki, ən azından 3 dənə şirkəti burada könüllü olaraq danışıqlarımla bağlı nə suallarınız olarsa, hansı təcrübələriniz varsa, auditoriyaya görə də paylaşa bilərsiniz. Yəni, bunu sərbəstdir. Mənim indiyə kimi oxuduqlarım, elmi oxuduqlarım, 20 ilə yaxın təcrübələrindən əsaslanaraq çıxartdığım bəzi prinsiplər var ki, yəni bunu da həqiqətən də bəziləriniz siz də şahidlik olacaqsınız, keçirmişsiniz təcrübənizdən, bəziləriniz ola bilər ki, yeniliyin olsun. Burada ən başlıcası metrik hala gətirmək. Yəni biz biznesimizi transformasiya etmək istəyiriksə, böyütmək istəyiriksə və effektiv və
xərclərimizi azaltmaq, az input sistem yanaşması və az oyun çox qazanmaq istəyirsə, hər bir şey metrik hala gətirməliyik. Yəni, əgər metrik hala gətirmək mövcud vəziyyətimizi müəyyən edib və hədəflədiyimiz nöqtəyə gedəndə o fərqi ən azından bizi görə bilməliyik. İkinci, bir satış sistemi. Əgər bir orqanizma kimi, bir sistem kimi şirkətləri görsək, bir çarxlara bənzətsək, doğru mu? Yəni bir işlək mexanizmdir. Yəni bəziləri çox əhəmiyyətlidir, bəziləri isə qismən əhəmiyyətlidir. Burada biz marketing və satışı ən böyük çarx, önəmli çarxlardan biliyoruz. Çünki bir yerə pul gətirən struktur satışdır. Satış olmadığı zaman diğerləri hamısı xərc kimi gəlir. Bir dənə satış müdürü, rəhbər həmişə sevir ki, pul qazancından gətirir. Diğerləri həmişə xərci. Və bunun Steve Jobs'un da sözü kimi bir söz var, məşhur söz var ki, biz əgər müştəri məmnunluğunu sağlamaq üçün istəyirsə, öncə işçi məmnunluğunu təmin etməliyik. Yəni, işçi məmnun olmadan biz müştərinin məmnunluğunu söz edə bilməliyiz. Və burada təbii ki, işçinin necə ki, McDonald'sda Amerikada saatına minimum, hətta Amerika standartlarına görə ən minimum ödəniş edən McDonald'sdır. Mən Amerikada olarkən də biz burada bəlkə McDonald'sları biraz brand kimi görürük, bəlkə böyük bir lüks kimi orta və üst segmentə edilirsə, Amerika tam tərsidir ki, heç bir yatırım edəməkdir ki, hətta yüz istəyirəm, evsiz eşiksizə olmuşlar məhəlliyələr, orada isinmək üçün görürlər. Amma orada da ona görə standart minimum əmək haqqı saatı 12 dollar. Yəni, ən aşağı saat. Amma məktəbinə görə, karyera planlamasına görə, ədalətli işçi məsələlərinə görə dünyada ən birinci yerlərdə sayılır. Yəni, bunu da bir dediyim kimi doğru işlər qədər işlərin doğru aparılması da önemlidir. Və burada Yapon mövzusunun yanaşmasını görür, Kaizen metodu daimi yaxşılaşdırmaq. Yəni, heç vaxt mövcuddan yetinməmək, hətta bunun Amazon sahibi Jeff Bezos'da dediği kimi, yəni sürətli yenilik və araşdırmada önəm verməlidir. Çünki rəqabət getdikcə görürüz 5 il qabaq bilgi rəqabət deyildir. Və proseslərin avtomatlaşdırılması. Bu proseslərin avtomatlaşdırılması mən həmçinin mübahisə üçün deyirəm. Necə ki, dövlət poliklinikalarının hamısı görmüşük. Yəni, bəlkə də Səhədin hocamı görmük. Bizdə necədir? Bir yerə gələndə poliklinikaya öncə adresləri görür, tartışıqlardan bəhsdir. Tartışıqlar nə ona tartışıqlar. Bir öncə baxın hansı ünvandasan, ondan sonra hansı soyaddasan. Və o soyadı açıb, baxıb tartışmasını və verirsən. Və bu sıraya görür bir müştəri, bir pasiyent ən azından 3-5 dəqiqə növbədə durmaq məcburiyyətidir. Və bu da avtomatik prosesi uzandıran məsələdir və növbə yaradır və düşün, pasiyent xəstəykən gəlib də var. Səbri yox, ağrısı var və s. Görün, o xəstəli müştərimizdə necə məmnunsuz bir vəziyyətə salmış olur. Amma özəl klinikalarda necədir? Bir dənə misal üçün, adınızı yazan kimi də bu adda başqa adlarla, soyadlar çıxır, xəstə tarixçəmiz çıxır. Misal üçün, Allah qorusun, azmanlısa hansı dərmanlar var, hansı müalicələr var, hansı analizlər var, hamısını çıxarır. Bu prosesin ən qısa, yəni rəqəmsal forması salmasının ən bariz nümunəsidir, prosesin avtomatlaşdırmasıdır. Yəni, sürekli müştəri şikayət edirsə, bu bizim üçün neyməkdir? Bu bizim üçün təkmilləşdirmək üçün bir yoldur, bir instruksiyadır. İndi müasir zamanda ERP həlləri eşitməyən yoxdur, yəni ki, ən azından bir Azərsey düşünün ki, 5 milyonluq müştərisini hamısını tartışmayla idarə eləsəydik, bazılarda heç bunun arxivində bəlkə də yer tapmazdı. 5 milyonluq deposu anları halda olmalıdır. Amma neyini bir CRM sistemində, ERP sistemlərində və ya istər soqar olsun, SAP sistemləri var ki, SAP deyirlər. Yəni, bunların hamısı bizim avtomatlaşdırma sistemlərimizdə nümunə əllərdir. Mənim özümün həm Ikigai metodu var. Eşidən var mı Ikigai? Çox maraqlıdır.
bəli, Yapon yanaşmasıdır. Yəni burada düşünün ki, bu nümunə mən həmişə paylaşıram. Yəni Yapon xoşbəxt və uzun ömürlü edən bir faktorlardır ki, əsas üsullardır ki, burada nəyə önəm verilir? Bir, 4 dənə matris düşünün, 4 komponent düşünün ki, bunların birincisi sevdiğiniz bir işlə məşğul olmaq. İkincisi, sevməklə yetinməz, bunu bacarmaq da vacibdir. Yəni, ola bilər maşın sürməyi sevirəm, amma bacarmır. Yəni, ayrı şeylər bacarmaq və o işə görə pul qazanmaq. Misal üçün, rəssam var, işini sevir, hər şey yaxşıdır, amma qazancı o qədər. Yəni, o da demək, komponentin xoşbəxt yaşamada biraz problemlər var, çox edirlər. Və dəyər yaradan, ictimai cəmiyyəti dəyər yaradan bir şey. İndi biraz misalı bizdən uzaq olsun. Narkotik yetişdirmək belə ilk üçünə uygun ola bilər. Sevdiğin ola bilər, bacardığın iş ola bilər, qazandığın iş ola bilər, amma ictimai dəyəri yox. Və bu naxlı yoxdur. Bakın, yəni əsas fikrini çatdırılırsa, yəni əsas məqsəd bu. Yəni 4 komponentlə dayanıqlı qabağa getmək olur. Və təbii ki, həftəlik, aylıq planları bölmək, yəni bir film metodu var. Film dərhal yemək olmaz, filmi gəlib bölünüb yiyəsən. Orada da ən vacib işləri ön plana çıxardır. Mən burada daha çox franşizanın olmazsa olmazları arasında nədən başlayır və biz şirkət olaraq konsalting xidmətlərimiz çərçivəsində nələrdən yol xəritəmizi sizlərlə paylaşırıq, açıq-açıq paylaşırıq və şəffaf şəkildə də deyirik, bunu edin. Bunu pulsuz da prezentasyonda göndərə bilərəm sizə. Deyirik, bunu özünüz də edə bilərsiniz və ya istəsəz öz operationumuzdan çıxa bilmirsinizsə, bunu bizə kömək edə bilər. Və kömək eləmə xidmətlərimiz çox əli çatandır. Yəni, böyük bir məbləğ deyil, böyük bir 300 manatdan 2000 manata girib dövrlərimizdən asılı olaraq bundan daha sonra da bəstələyəcək. Yəni, normal bəlkə də orta meneceri 600-700 menecerdən də aşağı yarı qiymətlikdən də biz komanda xidməti isə təqdim edirik. Bizim məqsədimiz sizin nəticə kipaylarınız üzrə, müəyyən edədiyiniz kipaylar üzrə ödənişinizi və bonusunuzu formalaşdırır. İndi birinci hesab hər şeydən qabaq, biz ümumiyyətlə bir şikayətlə həkimə, tibb müəssisəsinə gələndə nədən başlanır? Mən sizə bir aktiv olalım, yəni və interaktiv daha doğrusu. Yəni, nədən başlayır? Həkimə gedəndə bizə ilk dini məsələn deyil. Necə? Muayene, doğru. Yəni, diagnostika deyirlər mi? Yəni, biz bəzən onun şirkəti yaxınlaşırıq, daha doğrusu müştərilər gəlir, biz dərhal ona öz xidmətlərimizi informasiya kompartmanı edirik, amma ona lazım deyil, düzgün adamdır, yəni niyə yorulur? Beynini niyə əlavə qərar verməklə məşğul etməyə çalışır? Buna görə bizdə də həmçinin diagnostika bloku ilə başlanılır. Düzgün analizlər, düzgün... Burada iki əsas məqam var. Öncə də saytdan da gördüyünüz gibi. Biz öncə müştərimizə baxırıq. Müştəri məmnunluğu. Net promote score net ölçüm var. Biz bunu banklarda da, son zamanlarda bank ABB'də düşünün ki, o qədər müştərisi 3000'ə yaxın düşünün ki, işçiləri var. Və bu xidmət keyfiyyəti necə ölçə bilməklə bağlı bir təlimlər sorumlusu var idi. Yəni, malı ölçə bilərlər, işliyi və işləmində qərar verəcəklər. Mikrofon səs çıxardır, bilirik ki, ən ya da yox. 0-1 misalı. Yəni, işləmirsə, 0-da işləyirsə 1. Amma xidməti ölçmək çox çətindir. Yəni, adamın insan faktoru rolu oluyor, xidmət göstərə var. Buna görə biz həmçə çalışırıq ki, müştərilərin bu bizim keyfiyyətini ölçəcək formulunun rəqamsal çıxdığıyla deyək, outputla çıxarılır. Burada da biz bunu bir APS metodu var ki, bizi başqalarına tövsiyə etmə dərəcəmizi söyləyib. 0-dan 10 bal üzəri, daha doğrusu 1-dən 10 bal üzəri. Heç nə, başqa da heç nə bilmir. Yəni, onlar təsadüfi olaraq bizi, misal üçün, 6-ya kimi, bəlkə 6-ya kimi seçənlər varsa,
O deməkdir ki, bunlar bizdən qaça bilənlər müştərilər. Bununla da bağlı danışacaq. 7-8 isə neytrallardır. Yəni 6 kimi olanlar tənkçilər, bizdən razı deyirlər. Yəni onlar bir dəfə bəlkə alışveriş edirlər, məcbur alışveriş edirlər, yol üstündə gəlirlər, imkan olsa gəlməzdilər və s. Neytrallar var, 7-8 işarələrin nisbətinə baxırsınız. Bunlar da çoxdursa, bunlar da neytraldır. Yəni daha yaxşı təklif olanda qaçacaqlar. Yəni o da yaxşı bir əlamət deyil. Ən yaxşısı isə 9-10 seçənlərdir. Bunlar sizin loyal, hətta İngilizcə bu sözlər advocate müştərilərinizdir. Bu mənada onların sayını artırmaq lazım. Və ölçüm aləti olaraq biz bir şirkətlərdə siz bunu öncə mövcud A nöqtələrinizdə bunu ölçün. Baxın, görün ki, sizin 100 müştərinizdən neçəsi loyaldır, neçəsi 9-10 seçəcək. Onu seçəndən sonra deyək ki, 20 nəfər loyaldırsa, növbəti hədəfdə deyil 30 edək və ya o qüslərə azaldır. Bizə və nöqtəmizi çatmaqda bir stimul və ölçüdən ağlar getirir. Burada müəyyən yollar var və burada qalıb 12 Amerikanın dövlət məşğulluq agentliyinin istifadə elədiyi ən təkli bir metoddur, qalıb 12. Burada da işçilərin məmnunluğunu ölçür. Üzrümüzdə bir müştəri var və işçi var. Yəni, ikisi də bir etkiləşim türlərmişkən bir qarşılıqlı aktiv bir təsir altında olmalıdır ki, qabağa gedə bilək, hərəkət çıxa bilir. Və bundan belə biz artıq müəyyən müayinə nəticələrimizi alır. Baxır ki, bu hal-hazırda bir müştərimiz var. Mən müştərilər adlarını çox çəkmirəm, çünki onlarla NDA-lərimiz var, məxfi müqavilimiz var. Yəni, bir müştərimiz hal-hazırda topdan fındıqla məşğul olur. Adam kar marjına baxanda hal-hazırda aktual bir dəqiqə keçərli bir cari danışıqlarını getdi və onunla işlədi məsələdir. Fındıqdan 10% rentabilliklə çalışır. Və müəyyən bir olur şirkətlərdə biraz aşağı yukarılar etmələr olur. Bir də aşağı məqamda investor axtarışındayım. İnvestor deyəndə ki 10% rentabillik var. Amma deyir ki, mən depozitə saxlasam qalacaq. Bank, düzdür. Fındıqda onun yağlı problem olduğu risk var. Nə bir qurt gəlir, Gürcistandan oradan kəpənəklər gəlir, nə gəlir, risklər var. Özü də kənd təsərrüfatı ilə əlaqəli bir biznesimiz də var. Meyvə tərəvəz astasiyasının direktiv olmuşam. Bu şeylərin fələdə investordan çox yaxşı başlamışdır. Düşünün ki, biz bunu deyəndə bir 15'e yaxın çox imkanlı və tanınmış Azərbaycanda işgüzar alədə tanınmış adamlara çıxıyor. Hesabatı göndərir, heç bir dənələr bir geri dönüş olmadı. Biz ama nə elədik? Kar maaşı, yəni biz 2 ildə çarpdıq, nəyin hesabına? Balaca qablaşdırmalarda, boyfaqlarda, taxılı müəllimlər, balaca xüsusi belə deyil, qablaşdırmalar var ki, yəni bir var topdan satanda, topdan satış bazarı onsuz da 10% rentabillik bu biznesin. Xüsusən indiki zamanda rəqabət biraz çox olanda o da risk var. Buna görə biz başladıq Amazonla və ya başqa yerlərdə balaca qablaşdırmalar. Bunlar 200% rentabillik gəldi. Ondan sonra dünənki aslında 10-cu bir investorumuz var. 3-cü görüşdə bir strategiyanı dəyişdik və bu yanaşmalı yanaşdıq. 3 saat ərzində 2 dənə investor var. Yəni biz şirkət olaraq bəzən olur ki, biznes analiz etdiyimiz zaman görür ki, bəzi modelləmə optimallaşdırmaya ehtiyac var ki, yəni biz toplantıcılıqla məşğul olub işin fəhləliyini, işin əziyyətini çəkirik. Eşqol 10% qazanmamız riskli olur, amma bizdən alanlar hansı ki, Ferrero belə satır bu arada. Intel belə satır. Amma bu bizdən satanlar balaca qalbaşdırmayla %200 satır, kar edir. Necə ki, o fermerlərdən ucuz alıb, dəyərlənməsini alıb, yazı fermer 4 ay, 5 ay işləyir, ailəsini ancaq başa-başa gətirir, amma alverçilər daha çox kazanır. Buna bənzər bir şey İkinci biz artıq kreditllər bazarı dəyişdirmək lazımsa dəyişdirir. Çünki burada inkişaf strategiyamızda ola bilsin ki, dəyişdirək. Ola bilər, marketing planımızda əvvəl B2B, daha doğrusu gelir bir toplantılarla işləyirsə, indi artıq pərakəndə sektöründən, yəni Veysel oğlundan danışmaq və ya masıvəki bütün uçtalarla danışmaq və s.
strateji bir yol çizdik, strateji bir hədəfi müəyyən elədik. Ora bizi aparan hansı marketing yollarıyla, hansı marketing kommunikasiyalarıyla bizi müştərilərimizi öncə avatarını çıxartır. Yəni bizim müştərinin idealda kimlərdir? Bizim müştərilər, misal üçün, deyək ki, topdan alıcılar, pərakəndə sektorda olanlar, Veysel Oğlu'ya, bütün uçular, misal bu bilgiləri və ya stomatoloji klinikamız var. Orada da müəyyən edildiyi hədəflərdə 7 dənə kabineti varsa, stomatoloji otağı varsa, biz burada onun 7 kabinetini bir gündə ortalama 1 saatlıq bir pasiyentə baxsa, günde 8 saatlik, 9 saatlik iş olsa ne kadar kazanabilir? %100 işlese. Aynı şekilde atlet biznesinde dolanlarımız var. Aynı şekilde insan psikologiyasıyla psikoloji merkezlerimiz var ki otaqlarda ne kadar seans 1 saatlik hesap verir, ne kadar kazanabilir? Sözün son bir müşterimiz var idi. Onun normal hesapladığı 1400 saatlik otaqların sahibi psikologlarına göre hesapladı ki senin normal potensialın 1400 saatlik süratla vardır. Ama faktiki hizmet gösterdiği 114 saat. Yani 8% potensialını istifadə edir. Ve her ay 8 mil hətta ziyan edir. Hətta mən sizə belə bir şey deyim, çox təəssüflüdür. Azərbaycan biznes idarə etmədə olanlardan arasında rentabelliklə bağlı da müəyyən problemlər var. Yəni, misal üçün, onlar sahibkar bunun xəbəri yoxdur. Bəlkə direktordan söhbət edirik. Direktorlar rentabellik deyəndə istər baxır, mən özümü sevirəm, başqadan rentabellik açır. Açanda o biraz bir sevirkən mənim bilmədiyimi niyə çıxardır. Yəni, belə çox acayip bir şeylər çıxır. Nəticədə də o səndən soyuqlanır. Sahibkara da deyir ki, yox, bizim burada faydamız olmuyor. Belə şeylər sonra yəni təklə sahibkara deyirsən ki, inandırmaya çalışırsan. Bir vaxtı gedir və belə müştəriləri də biz yavaş-yavaş dedik ki, getməsə yavaş. Elementar məsələ, elementar bir şey. Psikologdan 50% işləyirlərsə, ekspertlər. Yəni, gələn 100 manatı, 50 manatı gedir psikologdan. Bunu nəzərə almadan düşünürlər ki, 4 ziyan edir. Yəni, 12 min qazanırlar, 8 min qazanırlar, 12 min ziyanları var. Elə bilər ki, 4 min. Amma halbuki psikologda pulun verən, bunun saymırlar, rentab edir. Ona görə onlara mən ispat edəndə ki, sizə 4 min deyil, 8 min ziyanı verir. Biraz şoka düşdülər, biraz biz pis adam olduk. Amma həqiqəti demiş olduk. Buna görə belə məqamlarda çox diqqət etmək lazımdır. Yəni, düzgün maliyyə, rentabellik bilmək şərtdir. Yəni, biznesa başlayırsa. Çünki biznes həvəsdən və ya emosiyalarla başına bilən bir şey deyil. Çox yanarsız, çox Allah göstərməsin, intihara qədər belə gedilə bilərdir alətlərə, belə deyək, düzgün istifadə edilmək lazım. Xoşbəxt olmaq istəyirsə, yəni vurmadan qabaq bizneslərdə mən çox görmüşəm. Biznes kuranda fikirləşirsən ki, Miami olacaq, oradan müdafiə edəcəm, rahat olacaq. Hamımızda belə bir qatlama, qabiliyyət və s. Amma işin içine girəndə baxırsan ki, 24 ayda işləyirsən, mənim birinci sualım sahibkara odur ki, sən tətilə gedəndə bir saat, bir həftəlik telefonu bağlayabilirsən mi? Yəni, əgər səndən asılı vəziyyətdəsən, o çəkil vəziyyətdəsən, o yükün altındasın, o sən həyatı batırırsan. Yəni, bir də gördüyüm 50 yaşındasan, hələ yenə də eyni yerlərini sayırsan və xəstəliklərin çox alır, problemlərin çox alır. Buna görə müasir alətlər var. Heç nə velosiped təzə velosipeddən ehtiyac var. Sadəcə bu işdə daha təcrübəli olanlarla, yəni sistemləri mənimsəmək və ya franşizə bunun üçün ən gözəl bir fürsət, opportunity. Yəni, biz artıq o məqalə şişdirlər deyirlər olan, nə qədər şişlər yeyə, udaq ala-ala, zərbə ala-ala yetişirsənsə, artıq pul qazanırsansa, demək, onun təcrübəsini ala bilərsən. Lakin sual, öz biznesinizlə bağlı paylaşmaq istədiyiniz bir şey varsa, burada bir istəyirsiniz, bir dəqiqəlik çəkirlər. İstəyirəm, həqiqətən məhsullar olur. Hələ var. Var mı? Olmamış olması çəkinməyin, özünüz yox. Mən çox gözəl siz ona axıra kimi qulaq asmalısınız. Baş, çox gözəl söhbət ziyafəti olur.
Mesela söhbət diyalog halı. Bəlkə sizi yönləndirə bilər, bəlkə faydalı olar. Yəni, bu qədər vaxt mən özüm universitetdən biraz qarşıya çıxaq. Dünən bir tələbəmlə görüşdüm. Dedi ki, neçə illik tələbəmizdir TÜTÜFAQda, İqtisad Üniversitetində. Deməli, ilk dəfə idi ki, son dəfə idi ki, biz praktik nəsə şirkət qurduq, praktik bir hədəfə çatdıq. Yəni, elementar bir düşünün ki, dekanın yanında bir təklif qoydum, dedi, birinci gündən gəl dərsdir. Mənə görə tutarda necə bir tanışsın, ikinci. Sadece bunu verdim. O da neydi? Bunu da paylaşdım. Bir nəzəri tərəf var, yeni şey öyrəndik. Bir məqalə çalışması var. Son 2 ildə çıxan marketing menecmentinə bağlı məqalələri araşdırmaq. Mən sizi üzüm demişdim, siz nedirsiniz? Yolunuzda əziyyət verirsiniz. Və mən onlara, düşünün, 80 nəfər 4 patokda dərs deyəndə 80 nəfər məqalənin 3 dəqiqəlik prezentasiyası, nə oxuduğunu, nə öyrəndiyini, nə başa düşdüyünü təqdim edir. Yəni, sinerji güc olaraq biz nə elədik? Bir semestrdə 80 məqalə hamı bilmiş oldu, oxumuş oldu. Buna deyilər ikiqay, buna deyilər sinerji. Yəni, hamı marketing son 2 ildə çıxamır. Hər bir 4 nəfərdən ibarət qruplara şirkət qurdu. Nə keçirirsə tətbiq olundu. Və düşünün ki, ayaqqabı çantasının istehsalına, mağazasından, maşın yağlarına kimi 20 dənə şirkət qurdu. Və özlərini dedi, kim harada işləmək istəyirsə, o şirkəti İstanbul Üniversitesi, elmi rəhbər və sizin tələbə adı və Mazərsun Holdingin marketing strategiyası hazırlayacaq. CV-lə bərabər bunu da verir. Yəni, garanti verir ki, siz tanışsız, uçsuz, daysız işə düzəldəcək. Hədəflərimiz kurs işi kimi də onu verir. Yəni, nə çalışırdılarsa, yəni nə işinə yarayacaqsa onu öyrəndirdik. Hətta cəzamız da var idi. Əvvəlcədən mənim Almaniyada teorim var. Training of Trainings qaydalarıyla dərs geçirdim. Orada biz qaydalarımız var. 7 maddəlik. Kim bu qaydalara uymasa, riayət eləməsə, komandaya bir adama görə bütün komandaya -1 gəlir. -5 olanda komanda bütün sinifə konfit alır. O vaxtları dönər 1 manat idi. 1 manatla atışdırdılar. Bütün sinifə balaca o sadıq edildi, o konfitlərdən alırdı. Haqlı cəza verildi. Və burada həm bir komanda məsuliyyətli formalaşır. Yəni, sənə görə mən pul verilməliyəm, misal. Özlərinə cəzalandırır. Yəni, istər-istəməz ictimai qınaq yaradılır bunlarda və çox da effektiv işləyir. Və bunu mən təsadüf olmadı, biraz təvazüqdən uzaq. İlk semestr sonunda ən sevimli müəllim seçilmişdir. 40 illik müəllim stajı olanların arasında. Və marketinglə hədəflədik, maliyyə mühasibatımıza ən azından yaxki nümunədə dediyim kimi. Sən bilməlisən ki, sən hədəf nə qədər qazanırsan, rentabilliyi nə qədər. Ona görə bu maliyyə məsələləri çox önəmlidir. Yəni, sənin kapitalın nə qədər böyüyür, nə qədər inkişaf edirsən, nə qədər ziyandasan. İnvestorun yanına gidəndə hansı rəqəmləri hesabatını verəsən. Burada 3 dənə əsas hesabat var ki, maliyyətçilər daha yaxşı bilir. Balansdır, kəşflodur və pul və gəlir zərər. 3 dənə əsas maliyyə hesabatlardır ki, bunu verilməlidir. Və insan resursları qoltuğunda isə biz burada NPS Employer Net Promoter Score. Yəni, biz işçilərimizə də bunu soruşmaq məcburiyyətindəyik ki, işçilərimiz bizdən nə qədər məmnundur, başqasına nə qədər tövsiyə edir. Və bu komponentlər tamamlanandan sonra biz şirkətə deyirik. İstəyirsən də gəlsən artıq franşizə uyğunsan. Çəkmə istəyənlər, şirkətlər paylaşa da bilərəm. Bizim sistemdə yaxınlaşarsınız, mən sizi sistemini də paylaşıyorum. Yəni, bu nümunələrdir, nansıda da çox durmaq istəmirəm. Misal üçün, burada 70'dən yuxarı olanlar loyal promotor deməkdir. Promotor deməkdir ki, sizin brendinizi başqasına tövsiyə edənlər. Söz ola bilər, baxacaqsınız, uşağınız artıq baxışaya getmir, amma siz hələ də onun advokatlıqlarınızı, loyallığını başqasına tövsiyə edirsiniz. Çünki bu tip şeylər daha etibarlı olur. Bir var reklam eləyəsən, biz belə eləyəsən, özün deyəsən, bir də var ki, müştəri səni tərif edir. Bu ən effektiv
müşteri başına düşen gəliri az olan marketing, reklam aleti. Burada faydalarından bahsedilir. Burada bu insan numune olarak değil, bir eğlendiğimiz numunede müşteriden çıkmıştı. 15 faiz çıkmıştı. Bakın, yani kırmızı çıkanda bu pis. Sıfırdan 90 NPS çıkanda bu 15 faizde artık bilirik ki hara doğru gitmeli. Yaxşılaştırmak hansı yönde, hansı rəqəmlərlə yönde. Burada bakın bir işçimiz varsa, bundan qərar vericilərlə bağlı deyilən, işçilərimizin 3 motivasiyası, 3 bizə can yandıran işçilik. Bəzən bir də var can yandıranlar 2 ayrı. Biri var rəhbər olanda can yandırmış gibi imitasyon edilir, bir de var ki doğrudan can yandıranlar. Biz de bu tərəflər. Bunun da olması için, bakın bizim işçimizin hem beyin olarak katılmamız istiyor, onun beyin məhsulunu istifadə etmək istiyor. Hem emosyonal burada olmağından memnun olsun, çevresi yaxşı olsun, mühit yaxşı olsun, bir torbasını tikməklə olsun ve sosyal ve o mühitdən eve gələndə yorğun gəlməsin. Belə biz əhval mühitə gəlməsin. Misal üçün biz onun intellektualda Human Capital Management bir yol var. Benim 15% öz müəllif belli bir işim var. Doktorantlıqda olan bir işim var idi ki, her işçimize 15% ne demektir? İşçimizin 15%'nin o öz sahəsiyle bağlı dünyada ne yenilik varsa araştırsın. Ve size şirketinize katkısı necə ola biləcəyini göstərən təqdimat ayırırız. Bu marketing olabilir. Marketing olabilir, bu bir ay olabilir. Muhasibatiz olabilir, bir yıl olabilir. Ama 8 saatı, 1 saatı 15% değil. Bırakın onsuz da efektif çalışma saati, faydalı saati 3-4 saat bir şeyler, bir günde. Doğrudan da şirkete dağılır. Bir saat onsuz da boşluk. Bırakın boşluğun 1 saatini ona geçirsin. Ve onun katkısına göre siz onun bir bonusunu geri dönüşümü verin. Görün o şirketten kaçacak yoksa yok. Onun beyin məhsulluğunda kaldığına göre ona göre sizden devamlı işlemek istiyor. Bu bağlı basın ücretler yerel arkasında temel ihtiyaçta bu işçilerimize de tetkik edebilirsiniz. Yavaş yavaş. Bu tarz bir numunedir ki bağlı 12 suallarda, 12 suallar var. Bu konkret case, yani bir müşterinin case. Görün, burada iki tərəfli bir yoxlama məsələsi var diye. Yani yalan olabilmez. Datalar, məlumatlar tamamen objektif. İki dəfə yoxlamışdan çıxır diye. Buna göre datalara ve qərar vermede əsas bizim işinə yaran datalar. Müəyyən hansı məhsulları ön plana çıxardır, hansı yox. Bu da performans olarak 38%'dir. Bizim bu şirkette X2 idi hədəfimiz. X2 olanda da 6 aya 57% ilə çarpmaq bilməkdir. Yəni biz şirkətlərlə işləyəndə də konkret hədəflər qoyuruq. Buna çatanda da müəyyən bonusumuz da formalaşır. Amma ilkin olaraq bizim xərclərimizi, minimal xərclərimizi qarşılamaq üçün biz oradan bir pul qazanmırıq. 300 manat, 2000 manat dövləsinə görə. Yəni 10 milyonluqdan yuxarıda 2000 manat alırıq. Yəni belə orada bir mən sizə də göstərərəm. Bunları sizə göndərərəm, baxarsınız. Struktur. Bir dənə strukturla bağlı bir məqamlık olduğunu. Bəzi direktorlarımız var ki, baxırsan ki, hər bir işçinin sosyal medyasından, dizaynerindən, satın alma, hər bir əsas funksiyaların özündə birləşdirir. Yəni düşünün ki, hər bir dizayn belə olsun mu, nə bir bu belə olsun mu? Yəni bu direktor effektiv olarak 6 nəfəri idarə edə 6 istiqamətdə. Hər bir struktur, hər bir alt strukturlar da gəlir sənə. Yəni bu praktikada gördüyümüz məsələ. Direktor böyle işini görə bilməz. Direktor effektiv idarəçi. Hətta bəzən biz müştərilərə deyil ki, rəhbərlərə.
Siz çalışın, size sual vermek bunu edeceğim. Siz beyninizi məşğul edip əsas işlərinizi alırdan çıxmasın ki, siz onu yorun, onu beynini, o Allah bizim beyninizi elə yaradır ki, doğrudan da bir şey fokuslananda yeni şeyler çıxır, istərsiniz. Ona göre çalış, ona göre sen diyeceksin, sen ne kadar verirsin? Sen ne teklif ediyorsun? Teklifle gelsin. Ben üç teklifler esaslandırılmış teklifler. Bunu seçenek olacak, bunu seçenek olacak, bunu seçenek. Böyle gelin ben rahat olsun karar vermem, bu olur. Yoksa ben üstüme atmamış. Sen şöyle bilirsen, bu işi sen görmelisin. Ben bende defalarca oldu. Yine de bir nümunə, 120, 150 bin aylık nömrəsi olan bir şirkətdən bahsedirəm. Adam sürücünün icazəsini, xadimənin nə alacağını da ondan gözünə bağlı. Və nəticədə baxırsan ki, ziyanla gələn şirkət. Dedim, müəllim, sizin saatınız, ümumi belə baxın, potensialınız, saatı 50 manat, 100 manat arasında saatı gəlirlər şey bulanlar. Siz oturun, saatı 5 manatlıq işləyir, görürsünüz. Yani 350 manat, 400-500 manatlıkla bir işçi tutumun bazı işlerinizi özünden çıkartın. Operasyondan çıkmak mesela. Bundan çıkandan sonra siz artık stratejik bir şirketle idare edebilirsiniz. Ziyanla gitmez. Bu bizim etraflı hansı işlerimiz, hizmetlerimiz çoktur. Bu bizim bu paketler, maratonlar bize müracaat edebilirler. Ama en önemli paketimiz bir müşavirlik kimi, özüm ve ben komanda yoldaşlarım olsa, çünkü maliyetçi bizim uzun yıllar birlikte çalışan ve iyi bir maliyetçi olan ODTÜ mezunu dostumuzdur. Maliye meselende çok ben kompetensiyalı değilim diye. Esaslarını bilsələr, dərin analizlerde onların onu yapıyorlar. Esas bizim formalaşma meselesi döngüyle bakılır. Bu da aylık 300 manat, 2000 manat arası, həftəlik 1 saatdə 10 saat aşağı yukarı. Ve nəticə üzrə qənaət etdiyimiz veya inşaat etdirdiyimiz qənaət deyək ki, 100 minlik alver eləmişsiniz, 100 mindən qalmamışsınızsa, biz 150 eləmişizsə, bu 50 minlik fərqini 10-20%'na tabiiz. Yani biz size konkret göstərək, bütün faydamız olur, bir növ o fərqin ortaklığına götürür. Bu da mənə elə gəlir, çox adekvatlı, çox adi bir məsələ. Deyirik və suallara geçirik. Aparıcımız diye bir sualımız yoktu ama ben yine de şansım yok. Bilirsiniz ki biz yüzün tutaq güzelliği eləsə, bu yüzün güzel olması ve kısa vaxtda olur da. Tabii ki, ona göre ona necə çatana gider. Çatana gider, hedefe çatmadığı için olmuyor. Onun için bir vaxt var mı? Yok, bunu hedef koyduk ve sizin biz bakarız ki 3 aylık siz bu 3, 6, 9, 12 aylık hedefler sizin potensialınız, müəyyən işler, hatta biz sadece məsləhət değil, yani məsləhət vermə ən rahatıdır. Bunu elə tutar. Biz bunu hem mentorluq gibi, hem işin qabağa aparılmasında, hətta lazım olanda əlaqələrimizi də səfərbər edirik. Yani bu işler outsource, freelance olarak daha ucuz kapabilirse bunu da kapatırız. Ben öyle derim, bu çok kıymetli bir şeydir. Eğer sahipkar öz cebine bir şey vermeden, yani tutar ki yüzü elde değil de 120 ise o 20'nin üzerinden razılaşması hem sahipkarın şeyindedir hem de sizin özünüzü söylemeniz için sizin bir şey bekliyorsunuz. yani bizim iddiamız açıkçası biz müşteri fokuslu bir konsaltı hizmet veren şirketiz. Bizim esas məqsədimiz bizim məqsədimiz həqiqətən də müşteri fokuslu olmaq, özümüzü qoyub müşteri yedir. 20 illik bir təcrübə var nəticədə. Biz Sahibkarlar Konfederasiyasında komissiyalarda olmuşuq, ictimai təşkilatlarda direktor rəhbər olmuşuq. Sahibkarın mətbəxində nələr olur, nələr danışılır, qayıqları nədir, artıları nədir, onu çox yaxşı bilir. Və elə bir adil təklif edir ki, yox deyə bilməyəcək bir şey olmaz. Sahibkarı başa düşürük ki, günləri o qədər bildiğimiz məsələlərlə, operation, əməliyyatın içindədir ki, bu dünyada nə yenilik var. Bir dəfə bəlkə sərgiyə gedər, ondan o effektivdir. İdarə etmə sərgiləri olmur. Effektiv idarə etmək formal falan orada da çox ümumi danışılır. Yenə də çox səthi bir yaddaşımızda, bələdiyimizdə qalır.
İşin içine girmək inanın başqa bir şeydir. Mən açıkçası hər bir sahibinin yerində olsaydı, mənim sahəmlə bağlı olan, yaxşı bilən sahib, özünə ehtiyac varsa, necə deyək, özünə rəva bilməyən başqasına rəva bilməyən. Buna görə biz, hətta bank təhsil mərkəzində də ekspertiyimiz var. Bank müştərilərimizə də, satış təlimlərimizə deyirik ki, bir müştəri ilə kredit məsələsində, deyək ki, böyük bir şirkətdir. Onunla rəhbərlə görüşəcəkdir. Onun 15 dəqiqə vaxtı var. 5-15 dəqiqə sən onun ürəyini almalısın. 15-13 gün sən neyləməlisən? O sektordan bağlı, biraz internetdə araşdırmayın. Bax gör, bu sektorda dünyada kimlər var? Hansı, bax sən maliyyətsən, kredit müdərəsin. Sən bəlkə də əlavələr eləməsin. Amma rəhbəri etibarını qazanmaq üçün öncə ekspertliyi göstərməlisən. Biz mütləq orada deyirik, bir araşdırma var, sərgilər, hansı sərgilər, bazarda kim var, biləcək. En azından hansı bir metodologiya, hansı bir bu sahədəki texnologiyalarına uyğun bir diliniz isə iki ihtimal var. Ya sahibiyə biləcək ki, bunu mən hardansa eşitmişəm, oradan da halal usul, mən bilən adamdır, mənim sahəmi bilir və ya bilmən, ya da ilk dəfə eşitirəmsə deyəcək halaldır, mənim sahəmi məndən də yaxşı bilir. Bir etibar. Hər bir halda etibar qazandırmış olacaq mənə və satışda da satış etmədən satmaq kimi sağlar. Yəni siz satış etmirsiniz, alışını təmin edirsiniz. Bu qədər. Dostlar, çox buyurun. Təşəkkür ederim çox maraqlı təqdimat üçün. Mən sizin tərəfinizdə də oxuşan tələb olanlar üçün adım Vüsaldır, bir şirkət rəhbəriyyət doldurma istisnalı edeyim. Deməli, sizin təqdimatda əməkdaşların motivasiyası haqqında danışdınız. O mənim sualım həmin əməkdaşların öz vəzi öhdəlikləri icra etmədikdə hansı cəza və cəza mexanizmləri tətbiq olunmalıdır deyə bir sualım var. Çox aktual mövzulardır. Yenə deyirəm, vaxt məncə Artıq bir gün var. Bir dəqiqə maksimum. Tamam, bir dəqiqə. Birincisi, biz o adamların bir sözü var. Yəni, maşını adamlısı. Adamların gözəl bir sözü var. Maşını alanda uymaq lazım. Düzdür, yəni alanda uyursan ki, sonra ucuz satsında kar edebilirsin. İşçi də həmçinin. Biz işçini alanda bəzi problemlər yaradırıq və bilirsiniz ki, iş başlıqlarında CV-yə lazımsız adamlar elə göndərir. Biz birinci pretest edəməliyik. Yəni bu işçi, yəni o da bir xidmətdir, o da bir ayrı bir işdir. İşçini alın, mədəniyyətin, keyfiyyətli, kompetensiyalarla biz birinci göstərməliyik. Biz səni alırsa, öncə mədəniyyətin, yəni özümüzü bazarlamalıyıq ki, keyfiyyətli adamları seçir. Və bazar qiyməti, misal üçün 500 manatsa bu əməyin qarşılığında, biz buna 600 manat, 550, biraz keyfiyyətli, biz ancaq biz çox veririk. Amma səndə də sənin produktları, sənin məhsulu çərçivəsini qoymalıyıq. Misal üçün, deyək, hansını da problem yaşayırız, onu deyək, biz olmasa yaxınlaşıb orada da danışıq. Yəni, biz onda deməliyik ki, səndən mən bunu gözləyirəm, bunu eləyərsən, bunu da bu formada eləməyə verir. Axırda, misal üçün, deyək ki, satış menecerinin məqsədi nədir? Marketingdən gələn bilgiləri, gələn sorğuları düzgün işləyib satış edir. 100 satışdan şans verirsə, sən 10 dənəsinə realizasiya edəmədiksə, göstərəcək ki, sənin verilmiş şey olmuyor. Satışda xüsusən biz ona həmçinin də yeni satışlardan 10%, təkrar satışdan 5% şey verir, bonus verir. Yəni o başa düşsün yeni müştəri, yəni boş oturmaqla maraqlı olmamalı. Deyilib apartmanı reklam etməyə dəyərli. Çox sağ olun, mən buradayam. İnşallah toplantı olmasa da bir müddət dersiniz, söhbət eləyək, bir saat elə burada olacaq inşallah. Çox sağ olun. Çox sağ olun.